Gülben Ergen Türkiye'nin tanınmış müğənnilərdən birisidir. 4 evladı var. 4'ü də oğlan. Elə boyları da maması kimi, anaları kimi hündür boy falan. Bir maraqlı açıqlama verib ki, Instagramdan ayda 400 min qazanır. Bizim pulla da hesablamışdılar bunu. Yəqin ki, indi burada rast gələcəm. Bəli, Türkiyəli müğənni Gülben Ergen sosial şəbəkədə yaratdığı ödənişli abunə sistemi ilə gündəmə gəlib. Görün nə eləyib. Təbii ki, istinad edən Milli.az xəbər verir ki, sənətçi bir müddət əvvəl Instagram hesabında aylıq 79 min belə 99 il irəli təxminən 2 manat 86 qəpik 79 belə deyək də manat deyilirdi olan puluna. İndi hamı yazacaq. Oy, ağzına gələni danışdın, nə dedin? Mən indi Türkiyədə deyirəm, Türkiyə lirəsində bilmirəm də. Demək ki, o nə eləyib? Ödənişli abunəlik funksiyasını aktivləşdirib. Gülben Ergen bildirib ki, bu sistem vasitəsilə izləyiciləri ilə daha səmimi və özəl ünsiyyət qurur. O, abunəçilər üçün gündəlik həyatı ilə bağlı paylaşımlar etdiyini, sualları cavablandırdığını qeyd edib. Maraqlıdır. Bizdə belə tutaq Brilliant Dadaşova, Gülben Ergen kimi bir səhifə açdı, abunə oldular. Abunədə pullandı. Edərlərmi bizimkilər? Məsəl üçün də Brilliant Dadaşova da oturub özündən danışır, ailəsindən danışır, oğlundan danışır, yaradıcılığına. Biz ki, insanları ən çox şəxsi həyatı maraqlandırır da. Mən inanmıram bizimkilərin hövsələsi çatsın ki, Brilliant xanımı dinləsinlər. Söyüşün biri bir qəpik olacaq orada. Təəssüf ki, burada elə deyil, Gülben Ergeni dinləyirlər. O da aya təxminən 14.300 manat pul qazanır bizim pulla. İddia olunur. Abunəçilər gəlib, deyir, hal-hazırda onun 5000-ə yaxın abunəçisi var. Pulu ödəyirlər, abunə olurlar və oturub gözləyirlər ki, Gülben Ergen oğlundan danışacaq, ərindən danışacaq. Bu nə qədər maraqlıdır. Maraqlıdır mı? Təsəvvür edin, bizdə ən sevilən müğənni kimdir? Təsəvvür edin, Şəbnəm Tovuzlu öz həyatından, ailəsindən danışır və yaxud Aytaç Tovuzlu və yaxud ki, Tünzalə Ağayeva və yaxud yenə də Tovuzlularla mənə yazacaqlar sənə nə var? Digərləri. Məsəl üçün, Roza Zərgərli indi bu dəqiqə dinlənirlər. Roza Zərgərli ona ki, son vaxtlar maşallah nələr etmədi, edir də. Mən düşünürəm ki, o dinlənirlər. Digərləri mən inanmıram ki, kimlərsə abunə olsun, ondan nəysə soruşsun. Amma bu xanımdır ki, aya filan qədər pul qazanır.